Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizinlə riyaziyyat sevərlər üçün yeni bir dərsdə görüşürük. Burada mən sizə müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1. 3 və 7 dəqiqəlik qum saatı ilə 4 dəqiqəni necə müəyyən etmək olar? Həlli. Tutaq ki, bizə 3 dəqiqəlik və 7 dəqiqəlik qum saatları verilmişdir. Qum saat, bu 3 dəqiqəlik qum saat olsun və bir də 7 dəqiqəlik qum saatı verilir. Yedi dəqiqəlik qum saatı verilir və biz təyin eləməliyik 4 dəqiqəlik. Necə təyin eləmək olur? Eyni vaxtda 3 dəqiqəlik və 7 dəqiqəlik qum saatlarını işə salırıq. 3 dəqiqəlik qum saatında qum qurtarır, qurtaran anda 7 dəqiqəlik qum saatında qum qalır. Deməli, o qalan qum hissəsini təsəvvür eləyək ki, bax, bu hissə qalır, burada isə qumlar tam qurtarır, qum hissə aşağıda yerləşir, yəni 3 dəqiqə başa çatanda buradakı 3 dəqiqəlik qumlar bura tökülür, qalan hissə, burada qalan hissə, bax bu hissə 4 dəqiqəni müəyyən edir.